Real Azərbaycan səhifəsi izləyicilərini salamlayıram. Biz hal-hazırda Siyəzən rayonundayıq. Siyəzən rayonunun Siyəzən şəhərinin girişindəyik. Gördüyünüz kimi bu yol Bakıdan gələn yoldur və gedir üzü Siyəzən şəhəri istiqamətində. Bu isə şəhərin girişidir. Gördüyünüz gibi düz şəhərin girişində bu yanacaq doldurma məntəqəsi satılır. Ümumi sahəsi 1 hektar 11 sotdur, 111 sot edir. Gördüğünüz gibi burada hissədə tikililər var və solunda və sağında tikililər var. Bu sol tərəfdə olan tikilləri siz mağazin, market, kafe, restoran kimi istifadə edə bilərsiniz. Və sağ tərəfdə olan tikililərdən də məsələn bokslar düzəldə bilərsiniz, avtomobil təmiri üçün, avto yuyma məntəqələri aça bilərsiniz. Və bundan əlavə isə bu arxa tərəfdə böyük bir sahəsi də var və burada ofis hissəsindən giriş edib, arxa tərəfdə də 3 otaqlı evi də var. Gördüğünüz kimi burada ümumi 4 ədəd yanacaq çəni var. Onlardan biri 60 tondur, ikisi 50 tondur və biri 16 tondur. 3 ədəd də su çəni var. İkisi 50 tondur, biri isə 15 tondur. Transformator da var, generator da var. Gördüğünüz kimi. Ümumi size indi buranı göstereyim ben yakından. Gördüğünüz gibi burada dizel içindir. Doldurmak için aparat da var. Bu hissədə gördüğünüz gibi 92 benzindir. Ve arka hissədə 92 ve 95'dir. Bu hissələrdə gördüğünüz gibi ofis veya küçük bir market, bu hissədən ofisləri var, girişidir. Gördüğünüz gibi buralar bokslardır. İstediğiniz təmir yeri, yağ dəyişmə məntəqəsi eləyə bilərsiniz. Bu hissədə də gördüyünüz kimi avto yuma yerləridir.